də sizə yaşı az, uğurları çox olan Mingəçevirli uşaqdan danışacağıq. O, həm yaşlılarına tövsiyə edir ki, həm uşaq vaxtlarından səmərəli istifadə edərək yeniliklərin axtarışında olsunlar. Mingəçevirdən olan Ayxan Ələkbərzadənin 11 yaşı var. O, dərs əlaçısı olmaqla bərabər 5 ildir şahmatla məşğuldur. Fiqurlardan başlayan maraq onu respublika və dünya səviyyəli yarışların iştirakçısı edib. Getdiyi yarışlardan hər zaman əl-dolu qayıdıb. Ayxanın rəqsə də marağı var. 4 yaşından rəqsə həvəs göstərən Ayxan, üzvü olduğu rəqs kollektivi ilə şəhər və ölkə əhəmiyyətli tədbirlərdə uğurlu çıxışlar edib. Şəhər Uşaq Yaradıcılıq Mərkəzində rəqslərin sirlərini öyrənən Ayxan müxtəlif festivalların qalibi olub. O, həm də pianinoda gözəl ifa edir. Ayxan yaşlılarını vaxtlarından səmərəli istifadə etməyə çağırır. Günlərinə hesablayırıq ki, həmin saat, həmin gün hazırlıq yeni düşməsin. Əvvəldən uşaq öyrənməlidir ki, beynin yatmasın. Özünə qarşı çox tələbkar olan Ayxan, uğurlarına görə Gülafət nənəsinə borclu olduğunu bildirir. Nəvəsi ilə fəxr etdiyini deyən Gülafət Məhdiyeva isə onun haqqında danışanda göz yaşlarını da saxlaya bilmir. Nənə kimi Ahəmə mən çox razıyam. Düzdür, mənə çətindir biraz ondan danışmaq. Mən özümdən asılı deyil. Başqa nəvələr barəsində yox. Ayxan barəsində danışanda nəsə qəhr məni boğur. Bildirək ki, ölkənin hər yerində olduğu kimi Mingəçevirdə də uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün kifayət qədər şərait yaradılıb. Belə müəssisələrdən biri də Uşaq Yaradıcılıq Mərkəzidir. Burada uşaqlar üçün 19 adda dərnək fəaliyyət göstərir. Aysun Məmmədova, Elnarə İbrahimova, Elşən Əhmədov, Mingəçevir.